Amerikada yeni il proseslərinə xüsusi diqqət ayrılır. Yəni, standart evlər belə olur adətən, həyət evləri. Və yeni il ərəfəsində evin bütün yerləri belə bəzənir. Müxtəlif əşyalardır, aksesuarlardır. Hətta bura əlavə kompüter qoyulub. Prosesoru bütün gün işləyir və ekranda yalnız yeni ilə aid şəkillər dəyişir sadəcə. Yəni bu prosesorun burada durmağının məqsədi sadəcə burada o yeni il hava-havasına əlavə dəstək verməkdir. Bu fiqurların da yəqin ki çox yaşı var. Yəni çox bu maraqlıdır. Mətbəxə qədər gedir yeni il hava-havası. Burada Şaxta babanın aksesuarlarını asıblar. Buradakı tam olaraq o evdə tək kinosuna bənzəyir. Burada da belə formada aksesuarlar. Mətbəxlər də belə olur. Küçəni də göstərim sizə.